Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahumme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. Salam əziz tələbələr, əziz möminlər, hər birinizi xoş gördük. Allahın hovlu qüvvəsi ilə artıq bugündən biz Quran-ı Kərimin Loğman surəsinə keçid alırıq, təfsirinə başlayırıq. Bu surəni seçməkdə məqsədim, hədəfim qarşıdan mübarək 3 ay gəlir, Rəcəb ayı, Şaban ayı, mübarək Ramazan ayı və bu surədə də xüsusi Həzrəti Loğmanın öz övladına olan əxlaqi tövsiyələr, nəsihətlərlə bağlı olduğu üçün çox faydalı olar mübarək aylarda bu surəni yaxşı təhlil eləyək, yaxşı qulaq asaq və o öyüd nəsihətlərə öz əməlimizlə, öz bacarığımızla çalışaq, əməl edək. Loğman surəsi Məkkədə nazil olan surədir və 34 ayədən ibarətdir. Təfsirçilər arasında geniş bir yayılmış fikir budur ki, Məkkədə nazil olub. Məkkədə nazil olubdur. Baxmayaraq ki, bəziləri Loğman surəsinin bir neçə ayəsinin Məkkədə nazil olmadığını söyləyirlər, istisna olaraq. Məsələn, Şeyx Tusi Tibyan əsərində namaz və zəkatdan bəhs edən 4-cü ayəni və ya Fəxri Razi bu ayədə başqa Allahın geniş elmindən bəhs edən 27-ci ayəni istisna etmişdir. Amma əksəriyyət müfəssirlər, Quran mütəxəssisləri buyururlar ki, bu surə Məkki surədir, Məkkədə nazil olubdur və təbii ki, 34 ayədən ibarətdir. Buna görə də Loğman surəsi Məkkə surəsi olduğu üçün özündə Məkkə surələrinin ümumi məzmununu ehtiva edir. Yəni, əsas İslam əqidələri, xüsusən başlanğıc və son, eləcə də Peyğəmbərlik haqqında bu surədə bəhs olunur, söhbət gedir. Ümumiyyətlə, bu surənin məzmunu 5 hissədən ibarətdir. Birinci hissə müqətta hərflərini qeyd edir ki, surənin elə birinci ayəsi bu cür başlayır ki, əlif, lam, mim. Müqətta hərfləri hərflərin öz adı ilə oxunmasıdır ki, məsələn, Quran-ı Kərimdə bir çox surələrin ilk ayələri o cür başlayır. Məsələn, əlif, lam, mim və yaxud da qaf və yaxud sad, yəsin, sallallahu aleyhi ve sellem. Digər surələr ki, onların əvvəlində müqətta hərfləri ilə başlayır. Və müqətta hərfi ilə başlamağı ilə yanaşı, sonra Quranın əzəmətinə və xüsusi sifətlərə malik möminlər üçün hidayət, rəhmət olmasına toxunur. Məsələn, əlif, lam, mim, sonra gətirir 2-ci ayə tilkə əyatul kitabil həkim. Sonra başlayır Quran-ı Kərimin əzəmətinə işarə eləyir, Quran-ı Kərimin hikmətinə işarə eləyir və Quranın xüsusiyyətlərini bizə vəsf eləyir. Ki, Quran-ı Kərim həm hidayətdir, həm rəhmətdir, hudəllil muttəqin, rəhmətəl lil aləmin, digər aləmlər üçün bu Quran rəhmət olaraq indirilib.
Quranın rəhmət, hidayət, moizə, nəsihət və digər xüsusiyyətlərini bizim üçün vəsf eləyir. Və Peyğəmbərin zamanında ki, əziz Peyğəmbərimiz bu ayələri müşriklərə oxuyanda sanki bu ayələrin ağırlığı, bu ayələrin ecazkarlığı, möcüzəliyi onların canın bürüyürdü. Onları bir mənada bir təlatümə salırdı. Bu ayələrin əzəməti. Çünki onların əksəriyyəti bilirdilər ki, bu adi bəşər sözü deyil. Özləri də bunu dilə gətirirdilər ki, bu bəşər sözü deyil, bu bəşərin fövqündə olan sözlərdir, kəlmələrdir. Təbii ki, inadkarları olurdu, boyun qaçırırdılar və özlərini karlığa vururdular ki, eşitməməzliyə vururdular ki, bu ayələri inkar eləsinlər. Bu birinci məsələ idi. Bu birinci məsələdir ki, bu surənin ilk olaraq ayəsi müqətta hərfləri ilə başlamağı və sonra o həmin müqətta hərflərinin əzəmətini bir mənada ikinci ayə bəyan eləyir. Bu elə bir kitabdır ki, hikmətə əsaslanır. Hikmət dolu bir kitabdır, əzəmətli bir kitabdır. İkinci hissə Allahın göyün yaranmasında və onun heç bir sütun olmadan ayaqda qalmasında, dağların, yerin və müxtəlif canlıların yaradılmasında, yağışın yağmasında və bitkilərin düzəlməsindəki nişanələrindən söhbət açır. Yəni, bu aləmdə, bu maddi aləmdə, indi bizim gördüyümüz, hiss elədiyimiz bu maddi aləmdə gecə-gündüz, yağışın yağması, küləyin əsməsi, göylərin, yerin yaranması, bu kimi ecazkar, möcüzəli bu yaradılış aləminin sirrindən bəhs eləyir. Çünki insan nə qədər xaliqinin yaratdığı məxluqata diqqət eləsə, bir o qədər Rəbbinin necə bir qüdrətə sahib olmağını dərk etmiş olar. Ona görə, məsələn, Allah Teala Qurani Kərimdə bu ki, yerin və göylərin yaradılışında ağıl sahibləri üçün ibrətlər var, nişanələr var. Bəli, hər bir insan yaradılış aləminin sirri haqqında düşünsə, araşdırsa, təfəkkür eləsə, nəticəsi Allah olacaq. O yaradanı tapacaq, o yaradanın qüdrətinə, elminə, xaliqiyyətinə sığınacaq. Və Allah Teala bu həmən Loğman surəsində ikinci hissədə bu aləmdə olan yaradılışlara diqqət eləməyi, göz qamaşdıran, qəlb oxşayan bu yaradılış aləminə diqqət eləməyi bizi çəkir. Və üçüncü hissə buna uyğun olaraq Loğmanın, o ilahi insanın, yəni Həzrəti Loğmanın övladına olan nəsihətidir. Övladına verdiyi nəsihətlər ki, Həzrəti Loğmanın nəsihətlərini Qurani Kərim bizim üçün danışır. Bizim üçün o qissələri, o hadisələri, o öğüt nəsihətləri bizim üçün yeniləyir. Yəni, o Peyğəmbər sanki səni öz müxatəbi olaraq xitab eləyir və sənə öğüt nəsihət eləyir. Və Həzrəti Loğmanın hikmətli sözləri Qurani Kərimdə özünü ehtiva edir. Qurani Kərimdə Həzrəti Loğmanın o hikmətli nəsihətləri yer alır ki, biz o hikmətamiz nəsihətləri oxuyaraq öz həyatımızda, Allahla olan münasibətlərimizdə əməl eləyərək öz ruhiyyəmizdə bir yenilik yarada bilərik. Və Həzrəti Loğmanın nəsihətlərində, indi biz oxuyacağıq ayələri, hələ ki ümumi bir bu surə haqqında məlumat verirəm.
Sonra artıq biz keçid alacağıq Həzrəti Loğmanın o surədə olan nəsihətlərinin təfsirinə. Həzrəti Loğman əleyhissalam söhbəti övladına şirklə olaraq başlayır. Əqidə məsələsi ilə ki, oğlum Allaha şərik qoşma. Söhbət təvhiddən başlayır, təkallahlılıqdan və şirklə mübarizə. Həzrəti Loğman övladını həm Allaha dəvət edir, həm də şirkdən çəkindirir, şirklə mübarizə aparır. Və sonra Həzrəti Loğman öz oğluna, ata-anaya yaxşılıq etməyi, valideynlərə yaxşılıq etməyi tövsiyə edir. Çünki o deyir, valideynlərin itaəti vacibdir. Onların xidmətində durmaq, onlara xidmətçi olmaq bir övladın vəzifələrindəndir. Sonra o övladına Həzrəti Loğman namazı tövsiyə edir. Əqimus-saləh, namaz qıl oğlum, Allaha ibadət elə və sonra yaxşılığa dəvət eləyir və pislikdən çəkindirir. Ki, bizim dinimizin furu tərəfindəndir ki, vacib məsələlərdir ki, nəhyəz münkər, əmr bi məruf, yaxşılığa dəvət eləmək, pislikdən çəkindirmək. Həzrəti Loğman oğlunu yaxşılığa dəvət eləyir və pislikdən onu çəkindirir. Və Həzrəti Loğmanın övladına bir tövsiyəsi də bu olur ki, ağır müsibətlər, imtihanlar qarşısında səbirli ol. Əgər səbirli olsan, Allahla olmuş olasın. Allah səninlə olacaq. Çünki Allah səbr edənləri sevir. Səbrinin mükafatı Allah olacaq. Dözümünün mükafatı Allah olacaq. Oğlunu səbirli olmağa çağırılır və oğluna tövsiyə eləyir ki, insanlarla güləriz ol, mehriban ol. Yəni, insanlarla yola getməyi bacar. İnsanlarla elə yaşa ki, hətta Həzrət Əmir Əl-Möminin də bir hədisi var. Buyurur ki, insanlarla elə yaşayın ki, ölsə sizin üçün ağlasınlar. Ölsə sizin üçün ağlasınlar. Sizi görəndə sevinsinlər. Sizi görəndə onların sıxıntıları, problemləri, çətinlikləri unudulsun. Belə bir fərdə çevrilin ki, sizdən bu cür vücudunuzdan bir rəhmət sirayət eləsin insanlara. Ona görə buyurur ki, oğlum, insanlarla münasibətini yaxşı apar. İnsanlarla mehriban ol, insanlarla yola get. Güləriz ol. Və sonra buyurur ki, oğlum, təvazökarlıq və işlərdə mütədilliklə sona yetir. Bəli, təvazökar ol və müəyyən hədləri qoru saxla. Nə ifrat, nə təfrit. Hər şeyə yanaşman ifrat həddində olmasın, nə də təfrit olsun, həddən aşağı olsun. Yəni, insanlarla bu qaydada, bu meyarla rəftar elə, həm də təvazökar ol. İnsanlarla elə rəftar elə ki, onların qarşısında özünü böyük kimi, özünü qüdrətli kimi təqdim eləmə. Özünü onların bir xidmətçisi olaraq gör. Onların bir xadimi olaraq özünü gör. Bu üçüncü hissəsidir ki, bu surənin Həzrəti Loğmanın oğluna nəsihətidir. Dördüncü hissədə müqəddəs kitabın, yəni Quran-ı Kərimin təvhidin dəlillərindən, göyün və yerin ram edilməsindən, çoxsaylı ilahi nimətlərdən söhbət açır. Artıq təvhidin, yəni Allahın ilah anlayışının dəlillərindən söhbət eləyir. Bu yaradılış aləmində Allahın qüdrət nişanələrindən danışır. Göyün, yerin ram edilməsindən və yaxud da bir çox sayda Allahın qüdrət nişanələrindən söhbət açır. Yəni, burada sanki bu surənin ayəsində insanı kör-körənə ata, babadan, belə deyim, o təvhid inancını qırır.
ki, insan düşünülmüş şəkildə ayələrə, Allahın ayələrinə söykənərək bu tövhid inancı insanda formalaşmalıdır. Nəinki o put bünövrəsi olmayan ata babalardan olan təqliddən irəli gələn tövhid anlayışı. Bu cür yox. İnsan Allahın ayələrinə və ağıl prizmasından fitrətinə qulaq asaraq, fitrətinin səsini eşidərək o ilaha və onun nişanələrinə sığınmaq, onu tapmaq. Yəni, köranə təqliddən çəkinmək və xaliqlik mövzusuna, Allahın yaratması, birisi də Allahın sifətlərindən biri xaliqdir ki, Allah yaradandır. Allah yaradandır, insan o yaradılış aləminə baxaraq o xaliqi anlaması, o xaliqin qüdrətinə, elminə, hikmətinə sığınması. Və bundan başqa aydın misallar göstərərək Allahın geniş və sonsuz elmini bu ayələr aydınlaşdırır və 5-ci hissədə Allah Taala ayələrdə məada, ölümdən sonraki həyata qısa şəkildə təkamverici işarə vurur. Yəni, artıq Loğman surəsinin 5-ci hissəsində ölümdən sonraki həyatla bağlı mövzular açılır. Yəni, əbədiyyat evi, axirət evi ki, bizim üçün ən aktual bir mövzudur, ən ciddi bir məsələdir. Ki, artıq 5-ci hissədə Loğman surəsində bu mövzulara insanın fikrin, zehnin, qəlbin çəkir mütəala Allah. Və Quran bu mətləbi, yəni məad mövzusunu Allahın qeyb elminin cüz'i bir hissəsinə işarə ilə sona yetirir və bildirir ki, Allah insanla bağlı hər şeydən xəbərdardır. Bəli, Allah insanın hər bir əməl və rəftarından, Quran-ı Kərimdə ayədə var ki, Allah sizə şah damarınızdan daha yaxındır. Yəni, Allah insanın bütün istəklərinə, ehtiyaclarına alimdir və o ehtiyacları da mütəala Allah ödəyir. Və insanın ölüm anında, ana bətnində rüşeyn olduğu anında da Allah Taala onunla birgə idi, ondan xəbərdar idi. Necə ki, o ana bətnində insan həyat tapmışdı, yaşayırdı və Allah onu bir nütfədən ətə gətirdi, onu ətə bürüdü, sümüyə bürüdü, onu bir gözəl biçimdə həyata, dünyaya gətirdi. Allah bütün bu prosesi öz qüdrəti ilə həyata keçirdi. Ona görə hətta bu insanın yaradılışı o qədər ciddi bir məsələdir. Quran-ı Kərimdə ki, əziz Peyğəmbərimizi məsxərə eləyirdilər. Peyğəmbər ölümlə bağlı, yenidən dirilməklə bağlı ki, onlara ayələr oxuyurdu. Peyğəmbəri məsxərə eləyirdilər. Peyğəmbərin o oxuduğu ayələrə iman gətirmirdilər. Mütəala Allah buyurur ki, ya Peyğəmbər, onlara denən biz onları yenidən diriltməyə qadirik. İqra bismi rabbikəl-ləzi xaləq, xaləqəl insani min ələq. Oxu uca Rəbbinin adıyla ki, o insanı laxtalanmış qandan yaratdı. Bəli, insanı heçdən yaradan, yenidən onu yaratmağa qadirdir, qüdrəti çatır. Və eyni zamanda bu surəyə Loğman surəsi adı verilməsi Loğmanın övladına, oğluna olan nəsihətləri ilə bağlıdır.
Çünki Həzrəti Loğman bu surədə ki, adı keçir Həzrəti Loğmanın və oğlunun, Loğmanın övladına olan nəsihətləri yer almasıdır. Ona görə bu surəyə Loğman surəsi deyirik. Çünki o hikmətli insan haqqında söhbət açılan yeganə surədir. Çünki Həzrəti Loğman hikmət sahibi idi. O, Allahın seçdiyi bir peyğəmbər idi. Burada mən bu mətləbi də istəyirəm qeyd eləyəm. Artıq növbəti dərsimizdən Loğman surəsinin 1-ci ayəsindən 5-ci ayəsinə qədər təfsirinə keçid alacağıq. Amma Loğman surəsini oxumağın fəziləti haqqında İslam peyğəmbərindən və bəzi Əhl-i Beyt əleyhissalamın dilindən nəql olunan hədislər var ki, bu surəni oxumağın fəziləti nə qədərdir. Əziz peyğəmbərimizdən nəql olunan bir hədisdə buyurur ki, Mən qara'a surətə Luqman, kanə Luqmanu ləhu rafiqən yevməl qiyaməh və uti minəl həsənatı əşrən bi'ədədi mən amilə bil ma'rufi və amilə minəl bil münkər. Kim Loğman surəsini oxusa, qiyamətdə Həzrəti Loğman ona dost və yoldaş olacaq. Ona yaxşı və ya pis iş görənlərin sayının 10 misli qədər savab veriləcək. Təbii ki, bu surəni oxuyub Həzrəti Loğman kimi yaşamaq, Həzrəti Loğmanın öyüd nəsihətinə əməl etmək. Yəni, əməllə yanaşıdır. İmam Baqirdən də başqa bir hədisdə oxuyuruq ki, Həzrət buyurur ki, kim Loğman surəsini gecə oxusa, Allah 30 mələyə səhərə qədər onu şeytan və qoşunundan qorumaq əmri verər. Gündüz oxusa 30 mələyə gün batana qədər onu şeytan və qoşunundan qorumaq əmri verər. Diqqət edin, bu hədislər düzdür savabı və fəziləti haqqındadır. Və insanı vadar edir ki, insan bu surəni oxusun. Amma təbii ki, bu fəzilətə, bu dəyərə çatmaq üçün gərək bu surənin ayələrinə də və Həzrəti Loğmanın da nəsihətlərinə insan əməl eləsin. O zaman bu surənin o istənilən nəticəsini, savabını əldə etmiş olarıq. Bizim bugünkü dərsimiz ümumi Loğman surəsi haqqında bir məlumat verdim. Artıq bizim növbəti çəkilişimizdə keçid alacağıq Loğman surəsinin 1-ci ayəsindən 5-ci ayəsinə qədər təfsirinə. Sağ olun, Allaha əmanət olun.